Və başladıq insanları namaza dəvət etməyə. Gecə-gündüz insanları namaza dəvət etdik. Və əmin ol ki, şirki anlatmadan, tövhidi anlatmadan insanlara namazı anlatsan, insanların %70'i bu namaz dəvətinə icabət eləyəcək. Bəs Allah Subhanahu wa Taala bu dəvətin belə asan bir dəvət olduğunu mu deyib? Yəni dəvət o qədər asandır ki, çıxdın, danışdın, %70 iman gətirdi. Yox, belə deyil. Deməli, o çoxunluğun iman gətirdiyini görəndə görəcəksən ki, nəsə bir şeylər düzgün getməyib. Yəni insanlar axın-axın namaza başlayır. Doğru deyil, nəsə bir şeylər səhv gedir. Çünki Rasulullah sallallahu aleyhi və səlləm dəvəti gətirəndə insanların %70'i iman gətirmədi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hani o Varaqanın yanına gələndə, ona bu dəvəti, ona gələn vəhyi anlatanda ona nə dedi? Sən şübhəsiz ki, ağır bir yüklə yüklənmisən. Yəni sənə insanlar yurdundan qovacaqlar, sənə ağır söz deyəcəklər, səni təhdid eləyəcəklər və s. Düzdür, bu onu göstərir ki, bu dəvət ağır bir dəvətdir, tövhid ağır bir yükdür. Fəqət ona belə deyilmədi. Sən bu dəvəti eləyəndə onsa insanlar rahat bir şəkildə başa düşəcəklər, %70 iman gətirəcək. Deməli, sən işə tərsinədən başlasan, iş gedə bilər. İnsanların %70'i namaza başlaya bilər, oruca başlaya bilər. Amma gün gələcək onlara öyrətmən gerəkən şirki öyrədəndə, tövhidi öyrədəndə görəcəksən ki, heç kim qalmayıb. Çünki ağırdır, tövhid yüngül bir şey deyil. Ona görə Məkkəli müşriklər tək namaz olsaydı, namazı zaten qılırdılar onlar. Namaz onlar üçün çətin bir şey değildi. Onlar zaten Allah'a ibadət edirdilər. Yəni, fərqli şəkildə namaz qılmaq onlara ağır gəlməyəcəkdi. Onlara ağır gələn şey nə idi? Onlara ağır gələn tövhid idi. Ona görə dəvət metodunu bizə belirləyən Allah və Rasuludur. Rasulullah sallallahu aleyhi və səlləm bizə bu dəvətin metodunu öyrədib. Sən insanlara namazdan başlayanda işə tərsinədən başlamış olursan. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bu dəvətin yolunu öyrədib. Muazı Yəmənə göndərəndə nə deyir? Onlara ilk anlatacağın şey La ilahə illallah olsun. Bitti. Onun xaricində, La ilahə illallahın xaricində sən onu çıxardıb yerinə nəsə qoysan, bu din bizim dinimiz deyil. Bu din Allahın dinidir. O necə öyrədibsə, ondan fərqli eləyəndə işlər bir-birinə qarışacaq.